Toplum TV iş üzrə həbsdə olan 3-cü Respublika platformasının qurucu üzvü Ruslan İzzətlinin səhhəti ağırlaşıb. Onun əməliyyata ehtiyacı olsa da heç bir addım atılmır. Bu barədə onun həyat yoldaşı Günel Manaflı məlumat yayıb. Stat: Son günlər həkim müayinəsi və ultrasəs yoxlaması aparılıb. Həkim ödünün müalicəyə tabe olmadığını, əməliyyatla götürülməli olduğunu bildirib. Həbsxana şəraitində isə bu mümkün deyil. Ödü və təzyiqi onun həyatı üçün təhlükə yaradır. Statın sonu. Günel Manaflı onu da əlavə edir ki, Ruslan İzzətlinin öd nahiyəsində 10 gündür güclü ağrılar başlayıb və o hər gün ağrı-kəsici qəbul etmək məcburiyyətində qalır. Manaflı öd kisəsinin yaratdığı risklərin ciddi olduğunu, kəskinləşmə baş verərsə qan zəhərlənməsi təhlükəsinin yarana biləcəyini bildirib. Stat: Bu da Ruslan İzzətlinin həyatı bahasına başa gələ bilər. Bu artıq həyəcan siqnalıdır. Amma təbii ki, buna məhəl qoyan yoxdur. Bu hakimiyyət üçün bir siyasətçinin həyatı qədər ucuz heç nə yoxdur. Ruslan İzzətlinin başına bir iş gələrsə, bunun məsuliyyətini birbaşa hakimiyyət daşıyır. Statın sonu. Ruslan İzzətli Toplum TV işi çərçivəsində saxlanılan 8 nəfərdən biridir. Onlar qaçalmazlıq və bir neçə maliyyə cinayətində ittiham olunurlar. Özləri həbslərini siyasi sifariş hesab edir və ittihamları rədd edirlər.